sual verirsən. Olar mı? Buyuraq. Bu çekilir hadisi var. Buxarıda. Abdullah ibn Müğəffəl demişdi, Məkkənin fəthi günündən Peyğəmbər sallallahu aleyhi ve sellemin dəvəsinin üstündə oturub zəngula vuraraq Fəth surəsini okuduğunu gördüm. Əgər zamanat başına yığılmasaydı, mən də Quranı onun kimi zəngula vuraraq oxuyacaqdım. O aşağıda izah edir ki, Müğəffəl radiyallahu anh'dan soruşurlar, zəngulana necə vururdum? Muaviyə də bunu səsləndirib demişdi. Yəni bir sait səslərdə də titrədir səs. Yəni avaz. Yəni avaz. Sonra aşağıda da deyir ki, alimlər Çünki Quranı avazla oxumaq üçün nədən? Quran oxuyarkən əsla zəngula vurmadığını, Namazda necə oxuyur? bu hədisdə isə dəvənin üstündə olduğundan avazla oxuduğu ayələri bu cür səsləndiyini demişdir. Yəni hər bir halda yəni necə bir dənə də oxu. Təbii ki, deyir ki, zəngula vururdu. Aha. Alimlər də aşağıda elə bir ki, izah kimi də. Alimlər Peyğəmbər sallallahu aleyhi ve sellemin Quran oxuyarkən əsla zəngula vurmadığını, bu hədisdə isə dəvənin üstündə olduğundan Aydındır, o zəngula şeydir, səsi tərk etmək. Onda alimlər ixtilaf ediblər. Hətta azanda, Quranda səsi tərk etmək, bəziləri deyiblər olar, bəziləri deyiblər olmaz. Səsi, yəni tərpədərək oxumaq. Sən nə qədər? Uzatmaq yox, tərpədərək, yəni səsi dalğalandıraraq. Zəngula odur. Ona görə bəzi də deyib ki, o dəvənin üstündə olduğuna görə, dəvə yırğalandığına görə səsi titriyib, bilə-bilə etməyib. O ixtilaflı məsələdir. İxtilafın toçkası buradır, yəni bu hədis. Toçkası bilmirəm arada. İxlasla.com saytı tərəfindən təqdim olundu.